Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bu günləri çox gözəl bir mövzudan danışacağım. Eyni zamanda bir dənə də texnika deyəcəm, çox effektiv bir texnikadır. Dostlar, mövzumuz sıxıntıdır. Sıxıntı əgər gəlirsə, dostlar, bilin ki, burada bir fürsətlər vardır. Burada sən nəyisə öyrətmək istəyən nələrsə vardır. Sıxıntı nə deməkdir? Yəni sən komfortdan çıxmısan. Nə zamanlar inkişaf eləmirsən? Komfortdan çıxdığın anlarda inkişaf eləmirsən. Məsələn, yeni işə girəndə və yaxud yeni bir ortamda olanda, yeni insanlarla tanış olanda və yaxud görürsən sabah necə olacaq kimi vəziyyətlər, suallar səndə müəyyən bir sıxıntı yaradır. Ancaq burada bu sıxıntı necə biz baxaq ki, bu biz sıxıntıya sıxıntı kimi yox, bir ona bir hədiyyə kimi baxar. Çünki o hədiyyədir. O Allah'ın bizə verdiyi bir hədiyyədir ki, onu görmək üçün nə etmək lazım? Ona bir dənə sual vermək lazım. Gün ərzində nə qədər sual verirsiniz özünüzə? Fərqində oldu, olmadı, sonsuz sayda suallar verirsiniz. Bugün görürsən, sana necə gedəcəm, nə geyinəcəm, nə yeyim, necə gedim, hansı yolla gedim, işdə hansı işi görüm. Və fərqində olmadan sonsuz sayda suallar, ancaq elə suallar da olur ki, səndə böyük bir təsirlər yaradır. Bax, bu sıxıntı gələn anda da özünə sual verə bilərsən. Sual verə bilərsən ki, bunun mənə faydası nədir? Əgər sən ona sual verirsin ki, bunun mənə ziyanı nədir? Ziyanlı şeylə gələcək. Bugünkü gündə hər kəs ChatGPT-dən istifadə edir də yəqin ki. Bir dənə ChatGPT-yə yazsan ki, bu şeyin mənə ziyanı nədir? Ancaq ziyanlı şeylər göstərəcək. Ancaq sən ona sual verirsin ki, bunun mənə faydası nədir? Faydalı bir şeyləri, məlumatları ortaya çıxardacaq. Eləcə biz insanlar da hər suala cavab verən bir varlıqlarıq. Dayanmadan özümüzə sual verir, dayanmadan da özümüzə cavab verir həmən suallara. İndi sən özünə sual ver ki, bu sıxıntı ki gəlir sənə, bunun sənə faydası nədir? Və texnika nədən ibarətdir? Götürürsən bir qələm kağızı, 10 dəqiqə sən vaxtın gedəcək. Sıxıntının da duyğusu vardır. Sıxıntı gəlmirsə, duyğusu yoxsa, demək sıxıntı da elə bir şey yoxdur. Sıxıntının duyğusu görürsən ki, ya boğazda, bədəndə, kürəkdə, mədədə, hər hansı bir yerdədir. Və deyirsən ki, bunun mənə faydası nədir? Bunun mənası nədir? Götürsən yazırsan. Ancaq sən belə suallara çox adamlar 2-3 sənə cavab yazır. Ancaq sən davamlı olaraq sualı özünə verirsən, beynin gedəcək daha da dərinliklərə gedəcək. Bir də görürsən ki, əlaqəsiz bir cavablar gəlir. Hətta səni gedəcək 2, 3, 5 yaşınacan aparacaq. Onları yazdıqca, çünki sən onunla bərabər keçmişdə sistemlər yaratmısan, ancaq indi fərqində deyilsən. Robot orada işləyir, çarx orada işləyir. Robot deyəndə ki, orada bir kod proqram yazmışsan ki, bir robot kimi işləyir orada. Ancaq sən ona sual verdikcə, o səni aparacaq keçmişə. Bu sıxıntı hardan qaynaqlanıb, ta qaynağına aparacaq. Sən onu yenidən üzləşəcəksən öz qorxularınla, öz çətinliklərinlə. Ondan sonra onları üzləşəndə sən onlar başqa məna verəcəksən. Elə ki, başqa məna verdin, o düşüncə, duyğular dəyişəcək. Duyğu dəyişildikcə davranış da dəyişəcəkdir. Dostlar, hər birinizə uğurlar arzulayıram. Hər hansı bir sualınız, şərhiniz olarsa bu mövzu barəsində də ola bilər, yaza bilərsiniz, bildirə bilərsiniz. Uğurlar olsun hər birinizə. Sağ olun, salamat qalın.